Hər vaxtınız xeyir olsun. Original model həvəskarları və xüsusən Mercedes həvəskarları üçün çox yaxşı bir təklifimiz var. Əfsanəvi və 124 Y500 avtomobilin modeli artıq satışdadır. 1.18 ölçüdə Nore firması. Modelin uzunluğu 26 sm, eni 11, hündürlüyü 8 sm. Yəni böyük bir modeldir. Şitin üstünə qoyulan balaca bir oyuncaq deyil. Y500-ün çox maraqlı bir tarixi var. 1990-1995-ci ilə qədər avtomobil istehsal olunub. Porsche zavoduna yığılıb. Porsche-nun birlikdə çox yaxşı bir maraqlı proyekt olub. Y500-ün ləqəbi olub Balçuk. Rus dilində Volk və Večer Şkuri, yəni quzu dərisinin altında gizlənmiş bir canavar. Kənardan görsənən adi bir Mercedesin əslində kapotunun altında 320 at gücündə V8 M119 mühərriki, 250 km/saat sürəti 100 km-də 6 saniyə yıxan bir avtomobil olub. Çox komfortlu, həqiqətən qəşəng bir avtomobil olub. Y34-ə rəqib olaraq istehsal olunub bu avtomobilin 10.500 ədəd. Modelin özünə gəldikdə Nora firması bu modelin qutusudur. Təzə bir modeldir. Yəni heç bir qırıq defekti yoxdur. Lentaları belə üstündədir. Qapılar 4 açılır, kapot bagaj açılır. Qabaq, arxa amortisatlar aktivdir. Təkərləri sağa sola dönür. Salonda rul da fırlanır. Çox qəşəng bir digitalizasiyası var. Mercedes həvəskarlar üçün çox gözəl bir hədiyyədir. Modelin qiyməti 375 əzəyim. Original kolleksion modeldə oyuncaq deyil. Ətraflı məlumat üçün WhatsApp-a yaza bilərsiniz. Xeyirli olsun.